CD-yi saxlaya bilməyənlər üçün bir möcüzə. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. CD-yi qaçırmaq, saxlaya bilməmək tibbi dildə adı inkontinentasiya. Neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub. Daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb. Amma son zamanlar gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemlə üzləşir. Qadınlarda CD-yi saxlaya bilməmək həyat üçün təhlükəli bir hal deyil. Lakin dərin, tibbi, sosial və psixoloji bir problemdir. Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir. Bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri-iradi sidik ifrazı əsəb sisteminə islah olunmaz zədələr vurur. Xəstəlik bəzən çox ciddi fiziki və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezaptasiyaya, yəni cəmiyyətdən qaçmağa, təcrid olunmağa gətirib çıxara bilər. Qadınlarda sidik qaçırma dedikdə bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur. Bütün dünyada hər 3 qadından bir CD saxlamaqla bağlı problemlərdən daimi əziyyət çəkir. Daha 20% isə ara-sıra əziyyət çəkir. Hesab olunur ki, bir çox qadın bunu utanaraq gizli saxladığından, bəziləri isə menopauza dövrü üçün normal hal hesab edib həkimə müraciət etmədiyindən bu rəqəmlər həqiqətən daha böyükdür. Bir çox qadınlar, xüsusən bir neçə dəfə uğursuz müalicə olmuş qadınlar belə hesab edir ki, bu belə də olmalıdır və buna çarə yoxdur. Halbuki bugün belə xəstələrin hər birini müalicə ilə tam sağlam olduğu dövrlərə qaytarmaq mümkündür. Qadınlarda sidik qaçırmanın əsasən 3 növü rast gəlir. Birincisi gərginlik, stres, sidik saxlanmazlığı 49%. İkinci təcili, urgent sidik saxlanmazlığı 22%. Üçüncü isə qarışıq tip sidik saxlanmazlığı 29%. Hamiləlik və doğuşlar. Hamiləlik vaxtı CD-yi saxlaya bilməməyin müxtəlif formaları 8-50% arasında rast gəlir, amma bir çox hallarda doğuşdan sonra keçib gedir. Onların bir qismində bir neçə il sonra yenidən əmələ gəlir. Hamiləlik zamanı çanaq əzələlərinin zəif olduğu qadınlarda uşaqlığın hamiləlik müddətinə paralel böyüməsi sidik hissəsini basır və azacıq əlavə təzyiq, gülmə, öskürmə, asqırma CD-yi saxlaya bilməməyə səbəb olur. Menopauza dövrü. Bu dövrün başlanması ilə qadınlarda hormonal dəyişikliklərin nəticəsi olaraq sidik hissəsi əzələlərinin zəifləməsi baş verir. Sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması. Uşaqlıq yolu üzərində və ya sidikliyə yaxın orqanlarda aparılmış cərrahi əməliyyatlar. Xronik qəbizlik, düz bağırsağın sidik hissəsinin arxasında yerləşməsi səbəbindən onu qıcıqlandırıb sidik qaçırmaya səbəb olur. Artıq çəki qarnın aşağı hissəsini basaraq çanaqda təzyiqi artırır və sidik qaçırma törədir. Bəzi travmatik hallar nəticəsində onurğanın yaxud çanağın zədələnməsi. Uşaqlığın sallanması, sidik hissəsinin sallanması və bağırsağın sallanması hallarında da sidik qaçırma halları baş verir. Qadınlar arasında CD-yi saxlaya bilməməyin müalicəsi hələ də böyük çətinlik yaradır. Çünki belə xəstələr utancaqlıq üzündən uzun müddət həkimə müraciət etmir. Xəstəliyi hətta ailədə gizlədirlər. Belə xəstələrin yalnız 25-33%-nin həkimə müraciət etdiyi güman olunur. Xalq təbabətində bu pozulma ilə mübarizə etmək üçün bir çox vasitələr var. Tanınmış kimyaçı professor İbrahim Saracoğlu gilas saplağının nə qədər faydalı olması haqqında məlumat vermişdir. O gilası çox sevdiyi üçün onun saplağının tərkibini araşdırır və görür ki, gilas saplağına nə qədər faydalı və bir çox xəstəliklərin müalicəsində güclü bir faydası var.
Əsasən də CD-yi saxlaya bilməyənlər üçün mükəmməl bir çarədir. Bundan başqa da gilas saplağı hansı xəstəliklərdə istifadə olunur? Sidik qovucu təsirə malikdir, ödəmləri azaldır, ağciyərləri silikdən və mikroblardan təmizləyir, qanda pis xolesterinin səviyyəsini aşağı salır. Orqanizmi ziyanlı maddələrdən, toksinlərdən, şlaklardan qoruyur və təmizləyir. Böyrəkləri sidik hissəsini yaxşı təmizləyir, arıqlamağa kömək edir. Hazırlanma qaydasına gəlincə, 1 stəkan qaynayan suyun üzərinə 25-30 dənə qurudulmuş gilas saplağını atın. 5 dəqiqə zəif odun üzərində qaynadın. İlıq olduqdan sonra üzərinə 1-2 damcı limon sıxın. Bunu gündə 2 dəfə için. İçilmə müddəti 15 gündür. Əziz izləyicilər, kimdə bu problem varsa, hal-hazırda gilas mövsümüdür. Yazın bizə bəxş etdiyi bu faydalı meyvəni yedikdən sonra saplaqlarını qurudub istifadə etməyi unutmayın. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək, paylaşdığımız videoları bəyənərək, bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.